Salam əziz şagirdlər, indi isə qoca aşpaz dərsinin ev tapşırıqları ilə tanış olaq. Sizə belə bir araşdırma verirəm. Yenə də çox sevdiyimiz bir üsul 4N 1KH. Yəni nə vaxt, nə oldu, necə oldu, nə ilə nəticələndi, kim, harada. Siz bu sualları verməklə mətnin kiçik məzmununu artıq ifadə etmiş olacaqsınız. Növbəti tapşırığımız isə söz boğçasından öyrəndiyiniz sözləri mətndən kənar cümlələrdə işlədərsiniz. Kətil çox köhnəldiyi üçün təmir etdik. Servis, klavesin, parik. Parikdən daha çox aktyorlar istifadə edir. Və bir də qrafinya sözlərini cümlələrdə işlədərsiniz. Növbəti tapşırığımız isə Beethoven və Mozartın xarakterlərini müqayisə edin. Sonuncu tapşırığımız qoca aşpazın günahını etiraf etməsi nəyi göstərir? Onun bu davranışı haqqında nə düşünürsünüz? Uşaqlar, yəqin ki, düşüncələriniz mənəvi məsuliyyət, səmimilik, vicdan əzabı və cəsarət haqqında olacaqdır. Və sonuncu tapşırığımız Mariyanın qocaya qarşı rəftarı onun xarakteri haqqında nə deyir? Təbii ki, o rəhimli idi, anlayışlı idi, dürüst idi, səbirli idi. Növbəti tapşırıq qoca aşpazın işində yaşadığı mənəvi ağrı nədən qaynaqlanırdı və sonda bu ağrıdan necə azad oldu? Vicdan əzabı və etiraf. Bax, fikirlərinizi bu şəkildə davam etdirəcəksiniz. Sağ olun əziz şagirdlər, gələn dərsimizə qədər.